Zərdabın Sileyli kəndində təbii qaz problemi davam edir. Kəndin mavi yanacaqla təmin olunması sakinlərin gündəlik həyatını xeyli çətinləşdirir. Sileyli kənd sakinləri qışa hazırlaşmaq üçün daim odun doğramaq, çörçöp toplamaq məcburiyyətində qalırlar. Deyirlər ki, qış ayları yaxınlaşdıqca vəziyyət daha da ağırlaşır. Hətta soyuq hava şəraiti səbəbindən kənd əhalisinin təxminən 30%-i evini tərk etməyə məcbur olur. Sakinlərin sözlərinə görə Zərdab rayonunda ümumilikdə 42 kənd var və hamısı qazla təmin olunub. Yalnız Sileyli istisna olunaraq qalıb. Kənddə 450-yə yaxın sakin, 80-ə yaxın ev var. Qazsızlıq səbəbindən təxminən 25 ailə artıq Bakıya köçüb. Digər sakin bildirir ki, meşədən odun gətirməyə də icazə verilmir və əhali çıxılmaz vəziyyətdə qalıb. Onların sözlərinə görə kənddə heç vaxt qaz olmayıb. Körpələrimiz soyuqdan donur. Çox əziyyət çəkirik. Aidiyyatı qurumlardan xahiş edirik. Bizə kömək etsinlər deyə sakinlər müraciət edir. Hazırda kənddə qaz balonlarından istifadə edilir. Sakinlər bildirir ki, balonların doldurulması maddi cəhətdən çox çətindir. Kiçik balonlar 5 manata doldurulur və cəmi 10 gün istifadə etmək olur. Böyük balonların qiyməti isə 20-30 manat təşkil edir. Məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyindən bildirilib ki, Sileyli kəndinin mavi yanacaqla təmin olunması bu il üçün nəzərdə tutulub. Qeyd olunub ki, layihələndirmə və texniki proseslər mərhələli şəkildə icra olunur.